Artıq bizim uşaqlar 1 saat yarım kimi məşq eləyirlər və bu ağır məşqin sonrasında sparring işləyəcəklər ki, fiziki dözümlülükləri daha da artsın. Sparringimiz 1 raund olacaq. Niyə? Çünki 1 saat yarım artıq uşaqlar məşq eləyirlər, yetəri qədər yorulublar, enerji sərf eləyiblər. Sadəcə dözümlülüyümüzü artırmaq üçün 1 raund bizə lazımdır. Elvin, özünü necə hiss edirsən? Yaxşı müəllim. Məşq səni biraz yormuş ola bilər, Bəli. yorulmusan, Bəli. amma gücün qalıb bəs sən sparring Bəli. işləməyə. Yəni vuruşa biləcəksən də axıra Bəli. kimi. Nəsə bir narahatçılığın yoxdur. Xeyr müəllim. Ümumiyyətlə məşqin gedişatı ilə bağlı nə demək istəyirsən? Məşq bomba keçir, disiplini keçir. Müəllim hamımıza baxır. Hamı məşqi, Hamımıza baxır, baxışı eləyər bir də müəllim sizinlə. hamı məşqi düzgün eləyir. Sən öz məşqindən, öz hazırlığından danış. Özüm həmişə məşq eləyirəm. Belə zaldıra məşq eləyirəm, evdə də məşq eləyirəm. Aha. Yarış hazırlaşıram. Allahın izni ilə qələbə bizimdir, Bəli, düzdür? müəllim. Sən biraz söhbət elə məşqlə bağlı, hazırlığınla bağlı daha doğrusu. Məşqimiz güclü keçir, yaxşıdır. Hazırlığım da evdə olan günləri özümə idman proqramı ayırmışam. Aha, o Yəni- proqramı hardan tapmısan? Mənim keçdiyim məşqlərdən nəticə çıxardıb qurursan o proqramı, yoxsa özündən öz başına işləyirsən? Eləyirəm. Nə? Hansı? Məsələn, evdə jükutum var. Aha. Asıram turnikdən turnikə, belə gedirəm. Gedirəm bir qabağa, bir arxaya. Aha, başa düşdüm. Ona- Fiziki məşq edirsən. Həmin gündə 200-dən qol arxası işləyirəm. Ay, sağ ol. Bunu- Bəs şkola işləmirsən sən? Kolada işləyirik. Kola yox, şkola. Nə? Yox, Fanta. Hə, başa düşdüm. Onda gəlin belə eləyək. 1 raund boyunca işləyəcəyik sərbəst şəkildə sparring. Bütün gücümüzü qoyuruq ortaya, cəmi 3 dəqiqədir. Yaxşımı? Hazırsan? Bəli. Hazırsan? Bəli, müəllim. Ringə uşaqlar, getdik. Uşaqlar, yaxınlaşırıq. Məşqin sonu olduğuna görə cəmi 1 raunddur, yəni 3 dəqiqədir. Uşaqlar, qulaq asın, bütün gücünüzü qoyursunuz, bütün gücünüz. Elə olmalıdır ki, 1 raund ərzində siz o qədər güc sərf eləməlisiniz ki, düşməyə halınız olmasın. Yəni, bütün gücü qoymaq o deməkdir. Yaxşımı? Cəmi 1 raund döyüşəcəksiniz. Məşqin sonudur, yorğunsuz, sən də yorğunsan, sən də yorğunsan. Amma bu heç nə dəyişmir, biz döyüşçüyük. Psixoloji olaraq sağlam olmaq lazımdır, yaxşımı? Görüşün uşaqlar, qaydaları bilirsiniz, uzaqlaşın öz gücünüzə. Çalışın uklondan, nurokdan istifadə edib, zərbədən çıxdın, zərbə vurmalısan. Hazır, boks. Əhsən, ay sağ, çıxdın, cavab ver. Yaxşı. Əhsən, davam edirik. Yaxşı, bax belə. Allah, hə, gör, zərbəni gör. Qoyma sənə dəysin zərbələr. Kombinasiyalar işləmək lazımdır. Hə. O, yaxşı, cavab ver, qalma orada. Allah, davam edirik. Gör, yerə baxma. Aha, cavab ver. Hə, uşaqlar, 2 dəqiqə qalıb. Hələ də tam gücünüzü qoymamışsınız. Güc qoymaq lazımdır, güc. Maksimum güc qoymaq lazımdır. Ay sal, gör, əllər yapışdır çəniyə, ikiniz də. Kombinasiya işləmək lazımdır. İşləmirsiniz kombinasiyalar. Aha, davam elə. O, yaxşı. Cavab ver. Artırırıq. O, yaxşı. Buraxma, Nihat, buraxırsan. Hə, Elvin, sən də. Ay, yaxşı. Davam. Gör, başı əymə çox. Getdik, davam elə. Hə, Nihat, yormusan sanki onu biraz. Hə, əlləri qaldır da, əllərin düşür. Buraxma, əsəbləş biraz, agresiv olun. Hə, qarın baş işləmək lazımdır. Qəşəng, əlləri qaldır. Davam elə. Hə, sıx, Nihat, sıx, yormusan. Əlləri qaldır, Elvin. Ay, yaxşı, gör, Elvin, gör. Hə, buraxma, stoykavi itirmə. Sonuncu dəqiqə, uşaqlar, bütün gücümüzü qoymalıyıq. Hə, sonuncu agresiv olun da biraz. Ay, sağ ol, agresiv, hə. Əlləri qaldır.
Çıxdın cavab ver. Hə, davam. Gör. Ücə buraxırsan. Ay sağ, bax belə. Əllər çənədə. Getdi. Dözməli. Hə, dözməli. Getdi. 30 saniyə. Bütün gücümüzü qoyuruq uşaqlar. 30 saniyə. Davam. Kombinasiya işləmirsiniz. Kombinasiya işləmək lazımdır. Getdi. Hə, ay sağ, gör. Qarnına da işləmək lazımdır. Qarnına da. Yaxşı Elvin, əlləri qaldır. Hə, Nihat, cavab ver ona. 15 saniyə sürət, getdi. Kansofka. Hə, kansofkaya zırışmaq lazımdır. Ay sağ, zırışmaq. Hə. Əla, davam. 5 saniyə sürət, getdi. Stop. Əhsən uşaqlar, görüşdük. Süper idi uşaqlar. Bax belə, gəbrə. Biraz söhbət eləyək sizlə. Özünüzü necə hiss edirsiniz deyəcəm. Deməli belə uşaqlar, mikrofonumuzu da götürək ki, rahat şəkildə səsimiz düşsün. Necə hiss edirsən? Çıxart görüm ağzındakı kapanı. Yaxşı hiss edirəm özümü. Yaxşı hiss edirsən, özündə fərqi hiss edə bilirsən də uzun müddətdir. Bəli, hiss edirəm. Neçə müddətdir sən məşğulsan? Hardasa 2 ay. 2 aydır məşğulsan. Ümumiyyətlə heç vaxt məndən kənarda məşq eləməmisən, boksda məşğul olmamısan, düzdür? Yəni mənim yanımda başlamısan. Həqiqətən də 2 ay üçün çox gözəl nəticədir. Yəni bu görürsən öz üzərində işləməyin nəticəsidir təbii ki də. Məşqlərə diqqətli qulaq asmağın nəticəsidir. Səni həqiqətən alqışlayıram. Çox möhtəşəm nəticə verməyə çalışırsan. Hər şey yolundadır. Daha da yaxşı olacaq. Bəs bugünkü məşq, daha doğrusu bugünkü sparring sənə nələri öyrətdi? Bugünkü sparring mənə əzmkarlığı. Başqa? Döyüşən zaman nəfəsini kəsir, yenə gedmək üstünə rəqibi sıxmaq. Ay sağ ol, afərin sənə, yaxşıdır, yaxşı fikirlərdir. Elvin haqqında nə deyə bilərsən? Elvin çox yaxşı rəqibdir, həm də yaxın dostumdur. Yaxın dostundan həm də yaxşı rəqibdir. Bəs onun döyüşməyi ilə bağlı nə deyə bilərsən? Döyüşməklə bağlı yaxşıdır. Sən nə kimi çətinliklər yaradır döyüşərkən? Boy balacadır, bəzən yumrulardan qaçır. Zərbələrdən çıxmağı səni biraz narahat edir. Bəs səncə zərbəsində güc var? Bəli, var. Çox yoxsa orta? Yəni reallıqdan söhbət eləyək, yaxın dostundur. Bəlkə sən ona nə məsləhət verə bilərsən? Bəli, çox. Bir döyüşçü kimi ona nə məsləhət verə bilərsən? Məsləhət verirəm ki, yəni ki, məşqlərindən qalmasın. Bilgör, döyüşündə məsləhətinə verə bilərsən, yəni döyüşünə. Yəni, məsəl üçün, sənin üçün onda nə var ki, sənin üçün o rahatdır? Başa. Məsələn, sən deyirsən, boyu balacadır, o deyə bilər ki, məsəl üçün, onun boyu uzundur, mən onun zərbələrindən rahat çıxıram. Bəs sən nə deyə bilərsən öz tərəfə müsbət olan bir şey? Öz xeyrivə də, yəni? Öz xeyrimə? Hə. Yaxşı, sən fikirləş, sənə geri döyüş eləyəcəm. Gəl bura. Müəllim. Elvin, necəsən? Müəllim, yaxşıyam. Sizin dediyiniz kimi elə haldayım ki, bir dəqiqə ringdən düşə bilmirəm. O vəziyyətə gəlmişsən. Bəli, bəli. Səndə sanki mən hiss eləmişəm ki, biraz nəfəs çatışmamazlığı var. Əvvəlki sparinqə baxanda çox daha yaxşıyam nəfəs cəhətindən. Həm də reflekslərimlə bərkiyib, yumruqları görürəm, gözümü qırpmıram. Ay, bax belə əsas mövzulardan biri də Nihat, zərbəni görməkdir, rəqibin zərbələrini görməkdir. Əgər ki, sən rəqibin zərbəsini görmürsənsə, sənin döyüşməyin heç nə olur. Nəyə görə heç nə olur? Çünki sən əgər yerə baxırsansa, rəqibin zərbəsini görmürsənsə, əmin ol ki, bu sənin nakauta gəlib çıxarda bilər. Ona görə də hər zaman rəqibin zərbələrini görmək lazımdır. Mən də görüm, Nihat döyüşündə sənə çətinlik yaradan şey nədir? Müəllim, boyu biraz hündürdü məndən. O cəhətdən biraz yaxına girmək çətin olur. Yaxına girəndə arada yumruqda deyir mənə. Ona görə, yəni o cəhətdən yoruluram da. Bəs yaxşı, gəl belə bir şey deyək də. Sən üçün ən asanı nədir bəs onunla döyüşərkən? Sağ müəllim, gözün qırpır. Gözün qırpır? Bəli müəllim. Görürsən, sənin səhvlərini deyir. Sən də yaxın dostsuz da siz? Bəli müəllim. Amma sparingdə yaxın dost söhbəti boş şeydir də, bilirsən ki, dostluq zaldan qıraqda olur. Təbii ki, zal ətrafında da dostluq ola bilər, amma döyüş zamanı dostluq keçmir. Nəyə görə keçmir? Açıqlaya bilərsən mənə? Müəllim, bir dənəsinin sözünüz var edeyim. Ringdə rəqibə mərhəmət, əməyə xəyanətdir. Ay sağ ol, əməyə xəyanətdir. Gəl bura görüm sən nə deyə bilərsən atalar sözündən məsəl. Hə.
Nə içərsən onu bilərsən. Nə əkərsən onu bilərsən. Sən əkmirsən. Axı zarafat edirəm. İnşallah qucaqlaşın. Əhsən, ikimiz də təbrik edirəm. Super, sparinglərimiz davam eləyəcək.